ən yaxşı tarla. Almanlarla fransızlar arasında müharibə gedirdi. Uzun döyüşlərdən sonra fransızlar Alman torpaqlarını işğal edirlər. Ancaq bir də baxırlar ki, əskərlərin ərzağı qutarıb. Komandir düşünür ki, onsuz da müharibədir. Hardan istəsə ərzaq tapa bilər. Ən yaxşı əskərlərin yanına çağırıb əmr edir. Sizin bugünkü vəzifəniz əskərlərə ərzaq tapmaqdır. Dərhal yola çıxın. Ən yaxın kənddə yeməli nə varsa yığıb gətirin. Əskərlər dərhal yola düşürlər. Bir qədər at çapandan sonra 5-10 evlik balaca bir kəndə çatırlar. Kənd hər tərəfdən meşə ilə əhatə olunmuşdu. Çavuş, burada ərzaq nə gəzir deyə düşünsə də atı dayandırmayıb kəndə girir. Balaca daxmanın qapısını döyür. Qapını uzun saqqallı qoca bir kişi açır. Çavuş, əmi, bizə bir tarla göstər, taxılını biçək. Əskərlərimiz acdır, deyir. Qoca, yaxşı, mən sizə tarla göstərərəm, deyib əskərlərin qabağına düşür. Onlar 15 dəqiqə yol gedəndən sonra böyük bir buğda tarlasının yanına çatırlar. Çavuş, elə biz də bunu axtarırdıq. Qoca etiraz edir. Xeyr, biraz da getsək, razı qalacaqsınız. Çavuş qocadan şübhələnib belə deyir. Yoxsa fikrin bizi təliyə salmaqdır? Yox, övladım. Əgər mənim yalan danışdığımı düşünürsünüzsə, ardımca gəlməyin. Ancaq bu tarlanı biçməyə razı olmaram. Çavuş qoca kişinin inamla danışdığını görüb, yaxşı, sənə güvənirəm, deyir və əskərləri ilə birlikdə onun ardınca gedir. Çox keçmədən başqa bir zəminin yanına çatırlar. Əskərlər atdan enib buğdanı biçirlər. Sümbülləri çuvallara doldurub atların belinə aşırırlar. Geri qaydanda çavuş qoca kişiyə yaxınlaşıb maraqla soruşur. Əvvəlki tarladan da buğda biçə bilərdik. Niyə bizi bu qədər uzağa gətirdin? Qoca kişi çəkinmədən deyir. Əvvəlki tarla mənim deyildi. Ancaq bu tarla mənimkidir. Çavuş qocanın sözlərini eşidəndə çox utanır. Sağ ol ki, müharibədə unutduğumuz insanlığı bizə xatırlatdın, deyib qocanın əlindən öpür.